Ümumiyyətlə, çox şükürlər olsun ki, 44 günlük müharibədən sonra Azərbaycanın Qarabağ regionu və Şərqi Zəngəzur regionuna böyük qayıdış proqramı həyata keçirilir. Bu böyük qayıdış proqramı çərçivəsində ərazilərdə mənzillərin yenidən bərpa olunması, həyat şəraitinin yenidən bərpa olunması, iş şəraitinin yenidən bərpa olunması, bir növ və həmin ərazilərdə yaşanılmış həyat yenidən qaytarılıb bərpa olunması istiqamətində fəaliyyət göstəriləcəkdir. Amma məsələ burasındadır ki, o kreativ bugün sənaye dediyimiz ən işlərindən deyək ki, o yaradıcılıq işləri o ərazilərdə tətbiq olunmasına dair biz tövsiyələr hazırlayırıq ki, həmin tövsiyələr çərçivəsində deyək ki, burada olan insanlar, orada olan yaradıcı insanlar, orada olan gənclər, yeniyetmələr və yaradıcılığa meyilli insanların fəaliyyətləri hansı istiqamətdə müəyyənləşəcəkdir ki, yəni bax biz bunlar haqqında söhbət eləyəcəyik. Söhbət deyək ki, biraz bundan öncə deyək gənclərin bu kreativ sənətin, yəni əl işlərinin, yaradıcı gənclərin bu sahədə çalışmaları müzakirə mövzusu oldu, yəni söhbət mövzusu oldu. Yəni siz bir mütəxəssis olaraq, yəni o gənclərin, deyək ki, yaradıcı gənclərin bu istiqamətdə fəaliyyətləri haqqında daha yaxşı məlumat verə bilərsiniz ki, biz onun tətbiqini işğaldan azad olunmuş rayonlarda, eyni zamanda Laçın şəhərində və Sus və deyim ki, Zavux kəndlərində tətbiqini mütləq şəkildə görəcəyik. Bəli, mən də sizinlə keçən dəfə şagirdlərlə görüşünüzdə oldum, məktəbli şagirdlərlə görüşünüzdə oldum. Orada müşahidə etdim ki... Quşçu kənd tam orta məktəbdə bizim görüşümüz oldu. Yəni o məktəbdə biz görüşdük. Laçın rayonu Quşçu kənd orta məktəbdə. Quşçu məktəbində həmin görüşdə mən də iştirak edirdim. Həmin şagirdlər arasında orada 8-ci, 9-cu sinif şagirdləri var idi. Onların gözlərinə baxanda görmək olur ki, onların içində həqiqətən yaradıcı sahəyə, yaradıcılığa marağı olan şagirdlər var. Amma biz bunları, bəziləri var ki, onların içində, onlar potensialları yetmir. Sadəcə onlara bir işıq yolu lazımdır, bir göstəriş lazımdır. Fərq mənim isə belə bir sualım var ki, tutaq ki, biz bunu həmin rayonlarda tətbiq edirik. Şagirdləri, məktəbləri, gəncləri bu sahəyə necə stimul verə bilərik, necə motivasiya edə bilərik? Bilirsinizmi, bu tək o yaradıcılığa olan qabiliyyəti olmaq, yəni vacib şərt deyil. Vacib şərtdir daha doğrusu, əsas məsələ deyil. Yəni bu əsas məsələ uşaqların, gənclərin ora, deyək ki, marağının artırılmasına səbəb mütləq şəkildə onların bir gəlir mənbəyi kimi bu mövqedən çıxış etməsidir. Yəni insanın yaratdığının ona gəlir gətirirsə, o ailəsində ümumiyyətlə o daha çox qəbul olunur və cəmiyyətdə daha çox, kəndində, cəmiyyətdə və s. daha çox qəbul olunur və insanın özündə marağına səbəb olur. Yəni bir insan bir deyim ki, öz yaradıcılığı ilə bahəm, eyni zamanda deyim ki, bir subyekt kimidir. Yəni bir deyək ki, bir biznes subyekti kimi, sahibkar subyekti kimi də yetişməyə başlayır. Yəni bu istiqamətdə respublikamızda çox geniş şəkildə fəaliyyət göstərilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu işlə, Heydər Əliyev Fondu tərəfindən bu işlərə diqqətlər ayrılır. Əsas məsələ həmin yaradıcılığın deyək ki, sahibkarlıq subyektinə çevrilməsində biz kömək etməliyik. Yəni bu bizim hər birimizin bugünkü gündə işimizin əsasını təşkil edən bir məsələdir. Bəli. Mən əslində sizdən bu mövzuda çox razıyam. Çünki bunun cəmiyyətə iqtisadi faydaları da var. Hansı ki, burada kiçik sahibkarlıq formalaşır, müəyyən bir iş yerləri açılır. Gələcək üçün bu kimi faydaları var. Bilirsiniz, yəni bəli, bunun eyni zamanda bir iş kimi faydaları var. Amma bu eyni zamanda mən deyim ki, insanların, gənclərin məşğulluğunu təmin eləyir.
Yəni bu insanlar öz boş vaxtlarında yəni istifadə elədikləri, yəni bax bu yaradıcılıq işi, bu peşə axırda bunlara deyim ki, sahibkar kimi bir formalaşır bu insanlarda və bunların deyim ki, gələcəkdə ola bilsin ki, həmin sahibkarlar o deyək ki, brend məhsullar istehsal eləsinlər və onlar nəinki Azərbaycanda, eyni zamanda Azərbaycandan xaricdə onların satışlarını, sərgiləri təşkil olunsun. Yəni bax bu istiqamət ümumiyyətlə güman edirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan digər vacib işlərlə bərabər olduqca vacibdir. Bəli, vacib məsələlərdən biridir. Onu da qeyd eləmək istəyirəm ki, hal-hazırda gənclərlə işləyirəm özüm. Görürəm ki, onlar asudə vaxtlarını düzgün dəyərləndirə bilmirlər, düzgün qiymətləndirə bilmirlər. Bunun üçün Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən peşə təmayüllü siniflər var. Düşünürəm ki, bunun da həmin işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərərsə, şagirdlər bilirsinizmi, yəni onun o işğaldan azad olunmuş ərazilərdə fəaliyyətin, yəni başlanğıcının bir əsas səbəbləri də var ki, yəni bugünə kimi, yəni 30 ildən çoxdur ki, bu məcburi köçkünlük dövrü yaşayan bu uşaqlar, deyək ki, onlar faktiki olaraq mənsub olduqları orta məktəblərdə o fəaliyyətlə məşğul olurlar və bəzən məktəbdən kənar məşğul olurlar. Yəni bax, ən yaxşı hallardan biri də budur ki, həmin uşaqların əməklərini, yəni onların o yaradıcılıq yaratdıqları o məhsulların işğaldan azad olunmuş ərazilərdə sərgiləri keçirilsin. Və bu digər, deyim ki, orada yaşayan digər uşaqlara böyük bir, deyim ki, göstərici ola bilər. Yəni onlar üçün böyük bir faydası ola bilər. O zaman sizə belə bir sual vermək istəyirəm ki, baxın, bu milli musiqi alətlərinin həmin işğaldan azad olunmuş torpaqlarda istehsal olunması, düzəldilməsinə fikriniz, münasibətiniz necədir? Bilirsiz, faktiki olaraq Laçın rayonundan, deyək ki, Mirik kəndindən o sazbənd olan Mürsəl Ağalovun biz emalatxanasında olduq, orada çərkilişlər elədik. Və eyni zamanda deyim ki, nağara ustası Əkbər Həsənov var. Yəni bu Laçın şəhər sakinidir, özü musiqiçisidir. Yəni bu istiqamətdə. Mən deyim ki, bu alətlərin orada hazırlanması ümumilikdə götürəndə Laçının aşıq sənətinin, yəni musiqi sənətinin də bir bərpasına deyək ki, yönəli bir fəaliyyətdir. Məsələn, biz deyək ki, orada deyim ki, Laçın rayonunda Aşıq Umbay, Aşıq Ziyadxan kimi və digər deyim ki, çoxlu sayda deyim ki, şairlər, yazıcılar, alimlər yetişdirilibdir, yəni yetişibdir. Onların hamısının əksəriyyəti yəni bugünkü gündə yaşayırlar, yəni onlar bugünkü gündə görürlər. Yəni həmin ustad sənətkarların deyək ki, orada getmələri, orada deyim ki, o işlə məşğul olmaları, yəni öz aşıqlıq sənəti və yaxud da ki, musiqiyə məşğul olmaları, deyək ki, o əhalinin ora böyük qayıdış çərçivəsində məskunlaşdıqca daha çox ehtiyac olunacaqdır. Yəni, o, deyim ki, alətlərin mükəmməl olaraq o yerdə hazırlanması, yəni orada hazırlanması tək Laçın rayonu üçün deyildir. Yəni biz Mürsəl Ağalovun yanında olanda onun Gədəbəydən yanına bir müştərisi gəlmişdi, ona saz düzəltdirirdi və orada o bizi öz bir musiqilərinə də qonaq elədi. Yəni Laçına kənar rayonlardan da olan insanlar ora gələcəklər, ora qonaq gedəcəklər, orada o sifariş eləyəcəklər. Bir növ deyim ki, musiqi alətlərinin istehsalı da orada bir sahibkarlıq subyekti kimi inkişaf etdirilə bilər və mən düşünürəm ki, bu daha çox vacibdir. Sözünüzə qüvvət, onu qeyd eləmək istəyirəm ki, bunun həm də cəmiyyətə mədəni faydaları ola bilər. Bilmirəm, mənlə razılaşarsınız, iqtisadi faydaları ola bilər. Məsələn, mədəni faydaları kimi mən mədəni irsin tanınmasını deyə bilərəm. İqtisadi faydaları kimi turizmə töhfə ola bilər. Bu ümumilikdə belədir. Yəni biz burada eyni zamanda biz Laçında dülüstçülük sənətidir, tikmə sənətidir, toxuculuqdur,
Yəni çox müxtəlif işlər var. Mən məsələn deyək ki, şallaq deyirdilər, yəni onun özünün xüsusi hazırlanması, yəni at ulaq sürərkən, xüsusən atları sürərkən o şallaq vasitəsilə, yəni qamçı rolunu oynayır. Yəni bu istifadə olunurdu. Onun xüsusi bir gözəlliyi ilə hazırlanma qaydaları var. Yəni bax, bütün bunların hamısının deyim ki, orada tətbiqi eyni zamanda mədəniyyətimizin və tariximizin tətbiqi kimi də qiymətləndirmək olar. Biz bunları necə tətbiq edə bilərik? Orada xüsusi yaradıcılığı mərkəzləri yaradaraqmı? Bu haqda fikriniz necədir? Mütləq şəkildə orada yaradıcılıq mərkəzləri, yaradıcılıq məktəbləri, yəni bilirsinizmi, bu o klassik öyrətmə üsullarından kənar hazırlanmalıdır. Yəni o olmalıdır, yəni onlar yaradılmalıdır. İkinci bir tərəfdən deyək ki, onu yaradanların özü həmin deyim ki, məhsulların istehsalçıları, ona maraq göstərən insanlar özləri olacaqlar. Yəni biz sadəcə onlara istiqamət verəcəyik. Biz sadəcə onlara dəstək olacağıq ki, öz fəaliyyətlərində davamlı olsunlar. Biz Laçın rayonunda olmuşduq. Laçın rayonunda mən gördüm ki, bir fərdi sahibkar idi, müəyyən təmizlik vasitələri hazırlayırdı. Hal-hazırda orada vəziyyət necədir? Onlar o haqda məlumatınız varmı? Müəyyən mağazamı aça biliblər və yaxud da o sahəni genişləndirə biliblərmi? Orada onlar bir sahibkar subyekt olaraq deyim ki, o istehsal elədikləri o yuyucu vasitələrin mağazası faktiki olaraq Laçında fəaliyyət göstərir hal-hazırda. İnşallah biz onun qonağı da ola biləcəyik. Və eyni zamanda deyim ki, kənd təsərrüfatı məhsulları istehsalıyla məşğul olanlar, deyək ki, bal istehsalı ilə məşğul olanlar var ki, o balı xüsusi bir korobkalarda, xüsusi bir qutularda hazırlayaraq, yəni onu brend mal kimi təqdim eləyirlər ki, yəni bax bu əsas üçün çox vacibdir və çox böyük bir işdir. İnşallah ki, bax biz bu istiqaməti genişlənməsi üçün deyim ki, bütün bilik və bacarığımızı burada sərf eləyəcəyik. Azərbaycan Respublikası hökuməti, Azərbaycan dövləti bu işdə həmişə bizim yanımızda, bizim arxamızda olubdur. Yəni faktiki olaraq, yəni o indi barmaqla sayılan nümunələrin 10, 15, 20 yaxın gələcəkdə çatdırılması ümumiyyətlə bizim gələcək kreativ sənayənin, yaradıcı sənayənin inkişafından söhbət salacaqdır. Sağ olun, təşəkkür edirəm. Siz də sağ olun.